Azərbaycan xalqı, hörmətli cənab prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Mehriban xanım, Daxili İşlər Naziri, şəhid ailəsinə, şəhid atasına, anasına belə dağ çəkirlər. Bizim yaramız ağırdır, ürəyimizdən qanlar axır. Bizim 1 metrlik yerdə şəhid oğlumuza yer verilmir ki, biz ziyarətə gələk, onunla təskinlik tapaq, onunla nəfəs alaq. Mən indi gül çiçək gətirmişəm, şəhidimin plakatı yerində yoxdur, yoldan kənar bir yerdədir. Onu ərazini zəbt edənlər, cənab prezident, bu şəhidlər aldığı torpaqları zəbt edən nazirdir bilmirəm, iş adamıdır bilmirəm. Bax, bir dənə plakatı, şəhid ailələri, baxın, hörmətli şəhid anaları, şəhid ataları, şəhid ailəsi. Baxın, görün şəhid atasına, anasına nətər dağ çəkirlər, nətər müsib işgəncələr verirlər. İndi mən gəlmişəm ziyarətə, gül çiçək gətirmişəm, yoxdur plakat yerində. İndi gül çiçəklər əkirəm o boş yerə.